Deməli o günləri xiyarları şoraba eləmişəm, xiyarı pomidoru bir yerdə şoraba eləmişəm və bu gün pomidoru şoraba eləyəndə mamam mənə deyir ki, sirkəni axırda içinə tökəcəyik, yəni qaynadandan sonra. Deyirəm, amma bəs mən o gündən o boyda turşu hazırlayıram, niyə deməmsən? Deyir, mən hardan bilim ki, sən onu içinə əvvəlcədən tökürsən. Deyirəm, amma yaxşı sən mənə öyrətməsən ki, onu axırda tökmək lazımdır. Mən hardan biləcəm axırda tökürük? Bu dəfə dəqiq reseptlə pomidor şorabası hazırlayırıq. Balımızın dibinə şüyüd qurusu, dəfnə yarpağı, sarımsaq əlavə etdik. Hərəsindən 2-3 yarpaq dəfnə yarpağı, 5-6 diş sarımsaq və 1-2 top şüyüd qurusu. Daha sonra üzərinə pomidorlarımızı yerləşdirib acı biber də qoyuruq. Yarım yemək qaşığı şəkər tozu, 1 yemək qaşığı yarım duz əlavə edirik və qapağı qaynar suyunu doldurub qapağı örtülü bir şəkildə 15 dəqiqə qaynadırıq. Sonda isə üzərinə 2 yemək qaşığı sirkə və ya 1 yemək qaşığı uksus əlavə edib qapaqlarını presləyib soyuduqdan sonra isə sərin bir yerdə saxlayırıq. Hazırlayan hər kəsə indidən nuş olsun.